Şəhidlər həmişə qəlbimizdədir. Allah unutulmur. Nə qədər ki Azərbaycan var, şəhidlərimiz yaşayacaq. Hər birimizin qardaşlarıdır. Və onlardan Abdullah 30 nömrəli məktəbdə təhsil alıb. Bu sinif onun adını daşıyacaq bu gün. Necə? Salihin adını daşıyacaq bu gündən. Nə qədər ki 33 nömrəli məktəb yaşayır, bu sinif olaraq daimi onun adını daşıyacaq. Allah hər birinə rəhmət eləsin. Bunların ruh qarşısında baş əyirik. Burada Abdullah'ın Salih'in burada. Biraz şəkillərin şeyləri bizdə qalsın. Bu şəkildə belə şeyləyək, ksekopi elətdirək. Olar mı? Buradan divara bıraq. Məncə o, çünki bunu elə bir şey eləsə, mənə desirlər onu elətdirər. Siz elətdirmişsiniz? Bu mənim evimindir də, yəni evimdə verə bilmərəm. Amma ona çıxartıb... Yox, əsli lazım deyil. Belə çıxartdıraq. Siz verməyin. Verin biz elətdirək. Düzümüz elətdirək. Şəhid söz də var orada, həm də? Quba, Sumqayıt, Gəncəm, vurub, ölüb. Bunu özü yazıyor. Zeynep tanımış da ancaq olmuş. Eləşim şalım. Keçək o. Hemen fayda söz. Orada olur mu desin, olur mu desin. Yoxdur, söhbət var, başa salmış. Demək lazım. Nəsə deyin. Bir də belə. Sizin adınız nədir xanım? Təranə müəllimədir adı, Təranə müəllimə. Bu sinif rəhbəri Təranədir. Əziz həmvətənlər, bu tədbirin təşkilatçıları 33 nömrəli məktəbdir. Bilirsiniz ki, bizim evlatlarımız Salih Nuliyev, Abdullah Əhmədov vaxtilə bu məktəbi oxuyublar. Abdullah 9 il bu məktəbdə oxuyub, ondan sonra çıxırdılar məktəbdə. Salih Nuliyev sinifdəyik. Bu balaca dostlarımızı salamlayırıq. Məktəbin rəhbəri Mehdi müəllimi, Firuzə müəlliməni, Təranə müəllimə, sinif rəhbəri, sizləri salamlayıram. Sizin simanızda bütün pedagojik kollektivlər ki, nə qədər bizim ölkəmizdə fəaliyyət göstərir, onların şagirdlərini də, özlərin, müəllimlərimizi də eynirəm, salamlayıram. Həmçinin burada başımızın tacı olan analarımızdır. Qarşınızda baş əyirik. Neçə illər bu uşaqların əllərindən tutub bu məktəblərə gətirib aparmışsınız. Sizləri görəndə belə həm bir qürurlanırım, həm də biraz çox məyus oluram, çox kədərlənirəm. İndi o hisslərə qapılmaq istəmirəm. Sizin bu məğrur qəhrəmanlarınız, xalqımızın adını uca tutan, bayrağın zirvələrdə dalgalandıran bu
bu qayıtmayan oğullarınız bax beləcə balaca şagirdlər kimi taxt arxasında oturublar. Sağ olsun bizim müəllimlərimiz, müəllimələrimiz ki, bizim uşaqlarımıza ilk öncə ana sözünü yazmağı öyrədirlər. Vətən sözünü yazmağı öyrədirlər. Allah sizlərdən razı olsun. Bəli, bu körpələrin arasında qəhrəmanlar. Amma istərdim ki, bundan sonra ölkəmizdə belə bir müharibə olmasın. Bizim bu balaca çocuklarımız atalan böyüsünlər, salamat böyüsünlər. Bilirsiniz, hər adam görsən fikirləşir ki, idmana gedim, güclü olun, belə olun. Güc elmdədir. Elmdə olan güc heç bir şeydə yoxdur. Odur ki, elə körpəlikdən ta Peyğəmbərimiz necə buyurub, elm içində də olsa dalıcan gedin, öyrənin. Bizim elmimiz olmasaydı, savadımız olmasaydı, bu neçə illərdə belə güclənməzdik, ondan sonra bu cür müddətlənməzdik. Bu cür belə irəli gedib, o 30 ildə itirdiklərimizi düşmənimizdən geri alıb qaytarmazdı. Allah şəhidlərimizə rəhmətlər eləsin.